Bəşəriyyət tarixindəki ən möhtəşəm daşıma hündürlüyü 472 metr yarım və çəkisi 680 min ton olan Troll adlı Norveç neft platformasının hərəkət prosesi daxildir. Bu daşıma bir neçə güclü buksirlərlə dəniz yolu vasitəsilə həyata keçirilib və platforma Guinness Rekordlar kitabına ilk dəfə yer alıb. Əvvəlcə 1996-cı ildə ən böyük qaz platforması olaraq və 2016-cı ildə platformanın dayanaqlarından birinin bazasında Kate Meluyanın Statoil operatorluğunun 10-cu il dönümü şərəfinə konserti keçirildi. Konsert Guinness Rekordlar kitabına ən dərin dəniz qazma kimi daxil edildi. Dəniz səviyyəsindən 303 metr aşağıda. Rekorddan söz düşmüşkən, bu yaxınlarda 2020-ci ildə dünyanın ən böyük Algerias konteyner gəmisi təqdim edildi və ölçüləri çox nəhəngdir. Gəminin uzunluğu 400 metr, eni isə 61 metrdir. Eyni zamanda göyərtənin sahəsi 24 min kvadrat metrdən çoxdur və əlbəttə ki, ən vacib parametr yükün tutumudur. Bu gəmi üçün 24.964 TEU, yəni bir 20 futluq konteyner bərabər ölçü vahidi təşkil edir. Konteyner gəmisi Asiya-Avropa xəttindədir və Çindən böyük həcmdə yük daşıyır.